Şəkər xəstələri üçün mobil tətbiq yaradılıb. Amerika Birləşmiş Ştatında ata qızına qoyulan diaqnozdan sonra diabetlə mübarizəni asanlaşdıran mobil tətbiq hazırlayıb. 5 yaşlı qızına 1-ci tip diabet diaqnozu qoyulduqdan sonra Sam insulin dozasının hesablanmasının nə qədər çətin və riskli olduğunu anlayıb. Onun sözlərinə görə bu cür halda valideynlər qısa müddətdə uşağın həyatı ilə bağlı mühüm qərarlar vermək məcburiyyətində qalır. Çətinliyi aradan qaldırmaq üçün o Level 1 Diabetes Game adlı pulsuz oyun yaradıb. Tətbiq sadə və interaktiv formada insulin, qida və qan şəkəri arasındakı əlaqəni izah edir. 60 səviyyədən ibarət olan oyun istifadəçilərə diabetin idarə olunmasını addım-addım öyrədir. Qısa müddətdə böyük maraq qazanan tətbiq artıq 10 min nəfər tərəfindən yüklənilir və istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Layihə həm yeni diaqnoz qoyulan uşaqlara, həm də onların valideynlərinə psixoloji və praktiki dəstək verməyi hədəfləyir. Sam Glassenberg bir sıra xəstəliklərdə həkim mütəxəssislərində dəstəyi ilə buna bənzər başqa tətbiqlərin də yaranmasının insanlar üçün faydalı olacağını vurğulayıb. Dövlətin bu istiqamətdə maliyyə dəstəyinin vacibliyini də qeyd edib.